Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Nizami metrosuna cəmi 1-2 dəqiqə piyada məsafədə Xarici İşlər Nazirinin arxasında yeni bir mənzilimiz satışa çıxıb. Mənzilimiz Malibu Rezidensidə yerləşir. Bura mənzilimizin qonaq otağıdır. Tam əşyalı satılır. Qanuni 3 otaqlıdır. Ümumi sahəsi 135 kvadratdır. Kupçalıdır, dövlət ipotekasına isə tam yararlıdır. Keçək sizlərə mənzilimizin giriş hissəsindən təqdim edeyim. Bura gördüyünüz kimi mənzilimizin giriş qapısıdır. Bura isə ümumi hol hissəmizdir. Sağ tərəfdə, sol tərəfdə qardiroblarımız da quraşdırılıb. Burada isə güzgülü asarlığımız da var. Bura mənzilimizin birinci sanitar qovşağıdır. Hamam otağı bir yerdədir. Kermogranit olan bütün hissələr istipolla təchiz olunmuşdur. Keçək isə mənzilimizin mətbəxini də təqdim edeyim. Bura mənzilimizin mətbəx hissəsidir. Mənzilimiz qeyd etdiyim kimi tam əşyalı satılır. Mətbəxin önündə eyvan da mövcuddur. Şəhər panoramalı. Bura isə mənzilimizin birinci yataq otağıdır. Çox geniş sahəyə malikdir. Mənzilimiz çox zövqlə təmir olunmuşdur. Yataq otağının önündə eyvan da mövcuddur. Yataq otağının öz daxilində sanitar qovşaq da mövcuddur. Keçək sizlərə mənzilimizin ikinci yataq otağı ilə tanış edeyim. Bura isə mənzilimizin uşaq yataq otağıdır. Mənzilimiz qeyd etdiyim kimi kupçalıdır, dövlət ipotekasına tam yararlıdır. 17 mərtəbə binanın 15-ci mərtəbəsində yerləşir. Və son olaraq bura saxlama otağıdır. Mənzilimizin start qiyməti 650.000 manatdır. Real alıcılara endirim olunacaq. Açar bizdədir. İstənilən vaxt mənzilə baxış keçirmək mümkündür. Sağ olun, salamat qalın.